Qədr surəsini ha vaxt oxumaq? Sahur vaxtı, o başdan vaxtı və iftardan qabaq. Bu iki vaxtı bir dəfə, çox yox. O başdana durdun, bir dəfə Qədr surəsini oxu və iftardan da qabaq, hələ yeməzdən qabaq bir dəfə Qədr surəsini, o iftar duasını ki oxuyuruq. Ondan qabaq bir dəfə də Qədr surəsini nə eləmək? Oxumaq. Oxusaq nə əldə eləyərik? Baxın, bu iki və bu bir surəni bu iki vaxtı oxumağın gör nə qədər əzəməti var. Hədis-i şərif deyir: "Ma min mu'minin sama faqara inna anzalnahu fi leylatil qadr inde sahurihi ve inde iftarihi illa kana fi ma beynehuma kel muteşakhiti bidemihi fi sabilillah." Hər bir mömin Ramazan ayında o başdan vaxtı və iftar vaxtı Qədr surəsini inna anzalnahu fi leylatil qadri oxusa, bu iki vaxt arasında Allah ona Allah yolunda qanına bulaşmış bir şəhidin savabını verəcək.